Mən Famil Dəmirov 1966-cı ildə Zərdab rayonunun Şah Hüseynli kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil almışam. 1984-1985-ci illərdə Sovet ordusunda hərbi xidmət keçmişəm. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra evləndim, ailə qurdum. 93-cü ilin aprel ayında Milli Orduya yazıldım və torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün Qarabağa yollandım. 703 saylı hərbi hissənin avtomatçısı olaraq Ağdam, Ağdərə və Tərtər rayonlarında döyüşdüm. Hissəmiz 92-ci ilin mart ayında təşkil edilmiş, şəxsi heyət torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda yüksək fədakarlıq göstərmişdir. 1994-cü ilin avqust ayında Tərtər istiqamətində iştirak etdiyim döyüş mənim son döyüşüm oldu. Vətənə vəzifə borcumu şərəflə yerinə yetirərək şəhid oldum.